Kişilər hamısı həmişə yay qış fərqi yoxdur. Futbolka geyinməlidir də yəni. Bax elə birim mən. Futbolka mütləq şəkildə əyində olmalıdır. İndi qışda biraz qalın futbolka geyirik yaya nisbətən. Bu testləri sizə göstərəcəm. Bu qətiyyən reklam eləmədiyim bir məhsuldur. İkinci səhifədə heç bir halda bunun reklamı yoxdur. Birinci dəfə göstərən bilməyənlər üçün nəyə görə? Bu test yerli istehsaldır və bunun parçasını gəlin bax bu mağazamıza, hər iki filialımızda da var. 20 yanvarda da var, 28-də rəngləri də var özdə. Bunun TS parçasını soruşun satıcılarımızdan. Bunun materialına baxın. Görün bu necə ideal bir şeydir. Yumşaq, fərqli. Yəni bax, içərisində göstər. mən necə sizə tam bilmirəm səmimiyyətimə inanırsınız inanmırsınız. Orasını bilmirəm, öz işinizdir. Amma mən bunu geyəndə o qədər xoşuma gəlir ki, əynimdən çıxartmaq istəyirəm. Çox yumşaq, maraqlı bir şeydir. Bilmirəm əynində görsənir yoxsa görsənmir. Özü ağ rəngini geyinirəm mən həmişə futbolkanın altından. Və içərisində normal adi futbolka da yay qədər nazik deyil. Qəşəng bir şeydir. Yaxınlaşdır və deyin, qabağında bizim loqomuz olan da var, sadəsi də var. İndi mən öz loqomuzdan geyinirəm. Frezin, bəyən bahalı markalar olanda geyirsiniz, nə bilim, DG yazırsınız, nə bilim, Larapiano yazanda bəhbəhlə geyirsiniz. Yerli Azərbaycan birindən adı yazılanda, yerli istəsəz onda geyinməyə çoxdan çəkinir. Yenə də istəsəz sadəsini də geyinə bilərsiniz, yazını da geyinə bilərsiniz. Və yaxud istəsəz Üyəvistin yazını da yaza bilərik üstünə. 2-ci səhifədə ünvanı yol videosu var, hamınızı gözləyirəm. Hər şey endirimlidir.